Məhiyev Əlfağa Nadiroğlu 3 sentyabr 1973-cü ildə Göyçay rayonu Şahsultanlı kəndində anadan olmuşdur. Məhiyev Əlfağa 1993-cü il 23 iyulda Ağdam istiqamətində gedən döyüşlərdə şücaət göstərərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Göyçay rayonu Şahsultanlı kənd qəbirstanlığında böyük izdihamla dəfn edilmişdir. Adını əbədiləşdirmək məqsədi ilə küçələrin birinə adı verilmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.